Salam, hər vaxt xeyir olsun. Bugün Güvən 9 riyaziyyat kitabından dördbucaqlar mövzusunun suallara baxacağıq. Deməli, birinci sual. Deyir, dördbucaqlının 3 xarici bucağının cəmi 250 olursa, dördüncü xarici bucağını tapın. Deməli, ixtiyari dördbucaqlının xarici bucaqların cəmi 360 dərəcədir. Əgər üçünün cəmi 250 isə, dördüncünü tapmaq üçün 360-dan 250-ni çıxırıq. 0, 1, 1, 110 dərəcə qalır. İkinci sual. İkinci sualda deyir ki, dördbucaqlının daxili bucaqları 50, 80, 150 və A olarsa, A-nı tapın. Yine də üçüncünü tapmaq üçün, yəni bax, dördbucaqlının xarici bucaqlarının cəmi, üzərinə gəl A, bərabər olmalıdır 360-a. Buradan A bərabərdir, 360 çıxılsın, bu üçünün cəmi, 130, 280. Buradan da A bərabərdir, 360-dan 280 çıxırıq, edir 80 dərəcə C variantı. Növbətiyə baxaq. Üçüncü sualda deyir ki, daxili bucaqların nisbəti 1, 2, 2, 4 olan dördbucaqlının ən böyük daxili bucağıdır. Deməli, dördbucaqlının daxili bucaqlarının da cəmi 360-dır. İndi orada 1K-dır, 2K, üzərinə gəl 2K, üzərinə gəl 4K. Bərabərdir 360 dərəcəyə. Toplayanda 4, 8, 9K bərabərdir 360-a, K da bərabərdir 40 dərəcə. Bizdən ən böyük daxili bucağını soruşur. Ən böyük daxili bucağıdır 4K-dır, 4 vurulsun 40, bərabər olacaq 160 dərəcə Y variantı. Növbəti dördüncü suala baxırıq. ABCD dördbucaqlısının DC və D bucaqlarının tənbülənləri A nöqtəsində kəsişir. Dördüncü sual. İxtiyari bir dördbucaqlı çəkirik. Deyir ABCD, A, B, C, D dördbucaqlısının C və D bucaqlarının tənbülənləri O nöqtəsində kəsişir. Bax, bir tənbülən, digər tənbülən. O nöqtəsində kəsişir. Deyir bucaq A 100 dərəcə. Bucaq B 60 dərəcədir. CO D-ni soruşur, mərkəzdəki. Deməli, bu tənbölən olduğuna görə alfa desəm alfa olacaq. Buna da beta desəm beta olacaq. İndi ümumi bu oldu 2 alfa, bu oldu 2 beta. Digərləri də 60 və 100 idi. Dördbucaqlının daxili bucaqlarının cəmi 360-dır. Yəni 2 alfa üstə gəl, 2 beta, üstə gəl 60, üstə gəl 100, bərabər olmalıdır 360 dərəcə. Buradan 2 alfa üstə gəl 2 beta bərabərdir. 360-dan çıxıram. 60 ilə 100-ün cəmini, yəni 160-ı. 2 alfa üstə gəl 2 beta bərabərdir 200 dərəcə. Və bunun hər tərəfini 2-yə bölsək, alfa plus beta bərabər oldu 100-ə. İndi alfa ilə betanın cəmi 100-dürsə, bu iştirakladığım yer üçbucaqdır. Üçbucağın daxili bucaqlarının cəmi də 180 dərəcədir. Əgər ikisinin cəmi 100 dərəcədirsə, üçüncüdə nə olacaq? 80 dərəcə olacaq ki, cəmi 180-ə tamamlansın. Doğru cavab olacaq C variantı. Növbətiyə baxaq. 5-ci sual. Deməli, A, B, C, D. Deməli, B bucağı 115 dərəcə, D bucağı 115 dərəcə və deyir ki, bucaq A çıxılsın bucaq C bərabərdir 48 dərəcə. Olarsa, bucaq A-nı tapın. Mən bucaq A-ya alfa deyim, bucaq C-yə beta deyim. Bax, bucaq A-ya alfa deyirəm, bucaq C-yə beta. Birincisi, dördbucaqlının daxili bucaqlarının cəmi 360 dərəcədir. Yəni, alfa üstə gəl beta, üstə gəl 115, üstə gəl 115 bərabər olmalıdır 360 dərəcə. Buradan alfa plus beta bərabərdir. 360-dan çıxacağım bu ikisinin cəmini. Yəni ki, 230-u. Və alfa plus beta da bərabərdir. 360-dan 230 çıxanda qalır 130. Alfa plus beta 130-dur. Bax, alfa çıxılsın beta da 48-dir. Alfa plus beta bərabərdir 130. Alfa çıxılsın beta da bərabərdir 48. Və bunları tərəf-tərəfə toplasaq, mənfi beta ilə müsbəti getdi. 2 alfa bərabərdir 130 ilə 48-i toplayanda 178. Alfa bərabər oldu 178-i 2-yə böləndə 8, 9, 89. Bizdən bucaq A-nı soruşur. Mən də bucaq A-ya alfa demişdim. Bucaq A-ya alfa demişdim. Onu da tapdıq 89 dərəcə doğru cavab Y variantı. Növbətiyə baxaq. ABCD dördbucaqlısında nisbətlər verib bucaq A və B bucaqlarının tənbölənləri arasındakı kol bucağı soruşur. 6-cı sual. Deməli, bucaq A bərabərdir 3K-dır, bucaq B bərabərdir 4K, bucaq C bərabərdir 5K, bucaq D bərabərdir 6K. Dördbucaqlı isə daxili bucaqlarının cəmi 360 dərəcədir.
Yəni 3K üstə gəl 4K üstə gəl 5K üstə gəl 6K bərabərdir 360-a. 7, 12, 18K bərabərdir 360-a. K da bərabərdir 360, 18-də böləndə 20. İndi 20 versək bu oldu 60 dərəcə. 20 versək 420, 80 dərəcə. 20 versək oldu 100 dərəcə. 20 versək oldu 120 dərəcə. İndi ixtiyari bir dördbucaqlını çəkək. ABCD deyirsə, deməli A, B, C, D-dir. Bucaq A oldu 60 dərəcə, bucaq B oldu 80 dərəcə, bucaq C oldu 100 dərəcə, bucaq D oldu 120 dərəcə. Deyir A və B bucaqlarının tənbülənləri arasındakı kol bucağı. Bax, A və B-nin tənbüləni. Deməli A bucağında 60 dərəcə idi, tənbölsə 30-30. B bucağı 80 idi, tənböləndirsə 40-40 dərəcə. İştiraklədim 100 bucaqdır. Bucaqların cəmi 180 dərəcədir. 40-30-70, deməli qaldı burada 110 dərəcə. Qonşudakı 70 dərəcə. Tənbölənlər arasında 2 dənə bucaq oldu. 110 dərəcə və 70 dərəcə. Bizdən də kor bucağı soruşursa, cavabımız olacaq 110 dərəcə A variantı. Növbəti. 7-ci sual. Deyir, dördbucaqlının tərəflərinin orta nöqtələrini birləşdirdikdə hansı fiqur alınır? İnşallah qayda olaraq bilin ki, dördbucaqlının tərəflərinin orta nöqtələrini birləşdirdikdə paralleloqram alınır. 8-ci. Diaqonalları 8 və D1 bərabərdir 8, D2 bərabərdir 14 olan dördbucaqlının tərəflərinin orta nöqtələrini ardıcıl birləşdirdikdə alınan fiqurun perimetrini tapın. Qayda olaraq bilmək ki, həmin fiqurun perimetri ilə bu diaqonalların cəminə bərabərdir. Cavab olacaq 22. 9. Aşağıdakılardan hansıları paralleloqrama aid deyil? Deyir, qarşı bucaqları bərabərdir. Bəli, paralleloqramın qarşı bucaqları bərabərdir. Diaqonalları bərabərdir. Xeyr, diaqonallar bərabər deyil. 9-cu sualda yanlış olan hələ ki 2-dir. Qarşı tərəfləri paraleldir, doğrudur. Bütün bucaqları bərabərdir. Xeyr, qarşı bucaqları bərabərdir. 4 yanlışdır. Qarşı tərəflər bərabərdir, doğrudur. Deməli, yanlış olanlar 2 ilə 4 oldu. Doğru cavab C variantı. 10-cu sual. Deyir, tərəfləri 5 və 7 olan paralleloqramın perimetrini tapın. Tərəfləri 5 və 7-dir. Bilirik ki, paralleloqramın qarşı tərəfləri paralel və bərabərdir. Onda perimetr olacaq 2 dənə 5, üstə gəl 2 dənə 7. Bu da bərabərdir 2 5-in 10, üstə gəl 2 7-in 14. Cavab olacaq 24-ə bərabər C variantı. 11-ci sual deyir, tərəflərin nisbəti 3 5 olan paralleloqramın perimetri 64-dür. Paralleloqram çəkirik. Tərəflərin nisbəti 3 5-dir. Onda biz n-ə 3K deyək, uzunluğuna 5K. Onda digər tərəfdə 3K-dır, digər uzunluqda 5K-dır. Və perimetrdə 64. Yəni bunları toplayanda 64-ə bərabərdir. 3K üstə gəl 3K üstə gəl 5K üstə gəl 5K bərabərdir 64-ə. 6 16K bərabərdir 64-ə. K da bərabərdir 64, 4-də 4. Bizdən nəyi soruşur? Deyir, kiçik tərəfdən. Kiçik tərəfdə bizdə 3K idi. Yəni 3 vurulsun 4 bərabər olacaq 12-yə. Doğru cavab C variantı. Növbəti. 12-ci sual. 12-ci sual. Deyir, iti bucaqları cəmi 100 olan paralleloqramın kol bucağını tap. Bax, paralleloqram çəkirik. İti bucaqları deyir ki, iti bucaqları cəmi 100-dür. Bilir ki, paralleloqramın qarşı bucaqları bərabərdir. Yəni iti bucaqları bərabərdir. 2 bərabər ədədin cəmi 100 dərəcədirsə, deməli hərəsinə 50 dərəcə və 50 dərəcə düşür. Paralleloqramın bizdən kol bucağını soruşur. Paralleloqramın bir tərəfinə bitişik bucaqların cəmi 180 dərəcə olmalıdır. 50-si varsa 130 dərəcəsi çatmır. D variantı. Növbəti 13-cü suala baxırıq. Deyir, paralleloqramın bucaqları 2-nin 3-ə nisbətdədir. Paralleloqram çəkirik, 2-nin 3-ə nisbətdədir. Onda kiçik bucaq, iti bucaq, yəni 2K olsun, kol bucaq 3K olsun. Və paralleloqramın bir tərəfinə bitişik bucaqlarının cəmi 180 dərəcədir. Toplayanda 5K bərabərdir 180 dərəcə, K bərabərdir 180-i 5-ə böldük 36. Bizdən iti bucağı soruşur, yəni 2K-nı soruşur. 2 vurulsun, K-nı da 36 tapmışam. Vuranda 72 dərəcə doğru cavab A variantı. Növbəti 14-cü suala baxırıq. 14. Paralleloqramın bir tərəfinə bitişik bucaqlarının paralleloqram çəkirik. Bir tərəfinə bitişik bucaqlarının biri digərindən 40 dərəcə böyükdür. Onda biri alfa olsa, kol bucaq olacaq alfa plus 40.
Və paralleqramın bir tərəfinə bitişik uzaqlarının da cəmi 180 dərəcədir. 2 alfa bərabərdir 40 artıq sağa çıxıldı 140. Alfa bərabərdir 70 dərəcə. Kiçik buzağı soruşur. Yəni alfanı soruşur. Elə cavab 70 olacaq D variantı. 15-ci sual. Paralleqramın bir tərəfinə bitişik uzaqlarının təm bölənlər arasındakı bucağı tapın. Paralleqram çəkirik. Bir tərəfinə bitişik bucaqlarının təm bölənləri arasındakı bucaq. Bax, fikir verin, bu formada çəkək, tutaq ki. Bu qayda olaraq 90 dərəcədir. Onda isbatını verək. Təm bölən isə alfa desəm alfa olacaq. Təm bölən isə beta desəm beta olacaq. Və bir tərəfinə bitişik bucaqların cəmi, yəni 2 alfa ilə 2 betanın cəmi 180 dərəcədir. Hər tərəfini bunu 2-yə bölsək, alfa plus beta bərabər olur 90-a. İndi bu alfa ilə betanın cəmi 90-dırsa, bu ştrixlədim 3 bucaqdır. 3 bucağın bucaqların cəmi 180 olmalıdır. İkisi 90-dırsa, üçüncüsü də 90 olmalıdır ki, cəmi 180 olsun. Deməli, təm bölənlər arasındakı bucaq 90 dərəcəyə bərabər oldu, Y variantı. Növbəti 16-cı suala baxırıq. 16. Paralleqramın diaqonalı onun kör bucağını 45 dərəcəlik və 75 dərəcəlik iki bucağa ayırır. Bax, kör bucaqdan diaqonal çəkdik. Geriyə qaytaraq. Hə. Kör bucağı deyir, iti bucağı 45 dərəcəlik və 75 dərəcəlik iki bucağa ayırır. Paralleqramın iti bucağını tapaq. Bu ümumi kör bucaq nə qədər oldu? 75 ilə 45-in cəmi 120. Onda kör iti bucaqda nə olacaq? 60. Çünki bir tərəfinə bitişik bucaqların cəmi 180 dərəcə olmalıdır. 17-ci suala baxaq. Paralleqramın bir kör bucağı 2 iti bucağının cəminə bərabərdir. Bir dəfə bir dənə paralleqram çəkək. Qalsın burada. Hər dəfə istifadə edirik onsuz. Hələ ki, paralleqramdan söhbət gedir deyil, ancaq paralleqramdan işləyək, rom olsa romu çəkərik. 17-ci sual. Deyir, paralleqramın bir kör bucağı 2 iti bucağının cəminə bərabərdir. Bax, 2 iti bucağı alfa olsa, çünki paralleqramın qarşı bucaqları bərabərdir. Onda kör bucaqda nə olacaq? Onların cəminə, yəni 2 alfaya. İndi paralleqramın bir tərəfinə bitişik bucaqların cəmi 180 dərəcədir. Yəni 2 alfa üstəgəl alfa bərabərdir 180 dərəcə. Toplayanda 3 alfa bərabərdir 180 dərəcə, alfa bərabər 60. Bizdən paralleqramın kör bucağını soruşur. Kör bucaqda 2 alfa idi. Yəni 2 vurulsun alfanın yerinə 60 yazsaq cavab olur 120 dərəcə D variantı. Növbətiyə baxaq. 18-ci sual. D tərəflərin nisbəti 2-nin olan paralleqramı. Bax, tərəfləri 2K və 3K'dır. Onda burada 3K'dır, burada 2K'dır. Perimetri 40 cm olarsa kiçik tərəfində. Perimetrdə bu 4-ünün cəmidir. Nə qədər edir? 4, o da 6, 10K bərabərdir 40-a, K da bərabərdir 4-ə. Bizdən paralleqramın kiçik tərəfini soruşur. Kiçik tərəfdə bizdə 2K idi. 2 vurulsun K-nın yerinə 4 yazsaq cavab olur 8 cm C variantı. Növbəti. 19-cu sual. 19-cu sual. Deməli, A, B, C, D paralleqramdır. Təm bölən çəkilir. Y nöqtəsi bu təm böləndir. YD-də 3 verir. Deməli, ABCD paralleqramında BY təm böləndir, YD 3-dür. Və perimetr ABCD, yəni paralleqramın perimetrini verib bizə 26, bizdən AB-ni soruşur. Yaxşı, mən AB-yə 1x dedim. Onda CD-də x olacaq. İndi uşaqlar, buna alfa desəm, bu da alfa olacaq. Paralleqramın da qarşı tərəfləri paraleldir. 2 paralel düz xətdir. Bax, bu kəsənidir. Onda buradakı alfa ilə buradakı alfa bucağı daxili çarpaz bucaqlardır. Və bərabəryanüs bucaq yaranır burada. Çünki oturacağına bitişik bucaqlar bərabərdir. Bərabəryanüs bucağında yan tərəflər birbirine bərabərdir. Deməli, burada x olacaq. İndi ümumi paralleqramın böyük oturacağı, yəni böyük tərəfi oldu x plus 3, onda digər tərəfi də x plus 3 olacaq. Bax, paralleqramın tərəfləri bunlar oldu. Bax, fikir verin, dairəyə aldıqları. Onda x üstəgəl 3, üstəgəl x üstəgəl 3 bizə perimetri verib, bunu da bizə verib 26. 1, 2, 3, 4 x üstəgəl 3 ilə də 3 elədi 6 bərabərdir 26. 4x bərabərdir 6-nı atdıq sağa çıxıldı 20, x bərabər oldu 5-ə.
Bizden de AB'ni soruşurdu. Biz de AB'ye x demiştik. Cevap oldu 5'e beraber D variantı. Növbəti 20-ci suala baxırıq. 20. 20-də deyir, şəklə əsasən ABCD poliqramının perimetrini tapın. A, B, C, D. Deməli 3x plus 1, x plus y, 5 və 2x plus y. Bilirik ki, uşaqlar, poliqramın qarşı tərəfləri bərabərdir. Yəni 3x plus 1 bərabərdir 2x plus y-ə. Digər tərəfdən x plus y bərabərdir 5-ə. Və buradan bir sistem tənək yaradırıq. Buradan x'i atıram sola, 3x'dən 2x çıxılır, 1x, y-i atıram sola, mənfi y. Bu da bərabərdir. 1-i atsam sağa olur, mənfi 1. Və x plus y də bərabərdir 5-ə. Biz bunu tərəf-tərəf toplasaq, mənfi y ilə müsbəti getdiyi x-ları toplayanda 2x, mənfi 1-in üstündə 5 gələndə də 4. X də bərabər olur 2-yə. Gətirib ikinci sistemdə x-in yerinə 2 yazsaq, onda olur 2 üstəgəl y bərabərdir 5. Y də bərabər olur 2-ni atdıq sağ tərəfə, çıxıldı 3 elədi. Bizdən poliqramın perimetrini soruşur. Demək olar burada indi CD tərəfi 5-dirsə, x plus y də 5-dir. Bununla işimiz yoxdur. Və burada x-in yerinə 2 yazsaq BC tərəfində 3-ün 6 üstünə 1 eləyəcək 7. Onda digər tərəfdə 7-dir. 7, 7, 5, 5. Perimetr olacaq 2 dənə 5, üstəgəl 2 dənə 7. 10 üstəgəl 14 bərabər olacaq 24. Cavab Y variantı. Növbəti 21-ci suala baxırıq. 21. Deməli, A, B, C, D, A-Y təmvələndir. 3-dür. Və poliqramın perimetrin ABCD-ni verib bizə 14 olarsa, YC-ni tapın. YC bərabər çalışırız. Demək olar, bu A bucağı təmvələndirsə, alfa, alfa, bayaq dedik ki, buradakı alfa ilə Y bucağındakı alfa daxili çarpaz bucaqdır. Və burada bir bərabər yanlış bucaq yaratdıq. Deməli, BY tərəfi 3-dürsə, AB tərəfi də 3 olacaq. AB tərəfi 3-dürsə, CD tərəfi 3 olacaq. Əgər mən YC-yə x desəm, BC tərəfi 3 üstəgəl x oldu, onda AD tərəfi də 3 üstəgəl x olacaq. 3 üstəgəl x daha doğrusu 3 üstəgəl x olacaq. 3 üstəgəl x. Və perimetrdə bax, bu tərəf 3, x, 3. Perimetr budur da. Yəni x üstəgəl 3, üstəgəl x üstəgəl 3, üstəgəl 3, üstəgəl 3. Bərabər olacaq 14. 1, 2x üstəgəl 1, 2, 3, 4. 4 üçün 12 bərabərdir 14-ə. 2x bərabərdir 12-ni atdıq sağ tərəfə çıxıldı 2. X bərabər oldu nəyə? 1-ə bərabər. Bizdən nəyə soruşur? YC-ni. Mən də YC-yə x demişdim. X-i də tapdıq 1-ə bərabər. Növbəti 22-ci sual yenə də təkrar sualdır. 22. Deməli, A, B, C, D. Buranı veribdir 3x plus 2y. AB tərəfi 2x plus y-dir. CD tərəfi 5-dir. AD tərəfi 2x plus 4-dir. Və poliqramı yeni deyirəm, qarşı tərəfləri bir-birinə bərabərdir. Yəni, 3x plus 2y bərabərdir 2x plus 4y. Digər tərəfdən 2x plus y bərabərdir 5-ə. Sistemi qurduq. Və x-i atıram sola eləyir 1x bərabərdir 2y atıram sağa çıxılır eləyir 2y. Digərdə 2x plus y bərabərdir 5-dir. Və x-in yerinə gətirib 2y yazsam ikinci sistemdə. Olacaq 2 vurulsun 2y, hazır əvəz olunubda. Üstəgəl y bərabərdir 5-ə. 4y üstəgəl y bərabərdir 5-ə. 5y bərabərdir 5-ə. Y bərabər 5-i 5-ə 1. Y-imiz 1 olur. Yerinə yazsaq 2 birim, x-imiz də 2 oldu. İndi CD 5-dirsə, demək 2x plus y də 5-ə bərabərdir. Qarşı tərəflər bərabərdir. Digərində də x-in yerinə tapdığımız 2-ni yazsaq, y-in yerinə 1-i yazsaq, 3 yerinə 6, 2 birin 2, 6-ın üstündə 2 yerinə 8, onda digər tərəfdə hesablamamış 8 olacaq. Perimetr olacaq nə? 2 dənə 8, tərəflərin uzunluqlarının cəmidə. Üstəgəl 2 dənə 5, 2 vurulsun 5. Bu da bərabərdir, 16 üstəgəlsin 10, bərabər olacaq 26, Y variantı.
Növbəti 23-cü suala baxalım. Iyirmi üçüncü sual. Deməli, A, B, C, D, x, 2x üstəgəl 1, x üstəgəl 3. Bu 45 dərəcə. Ve paralelogramın perimetrini tap. Birinci bilirik ki, uşaqlar paralelogramın qarşı tərəfləri bərabərdir. 2x plus 1 bərabərdir x plus 3-ə. X-i attım sonra çıxıldı 1x, 1'i attım sağa 3'dən 1 çıxıldı 2. X-imiz 2 oldu. Bax 2 olsa CD tərəfdə 2'dir. 2 versək 2, 2'nin 4 üstünə bir gəlir 5 eləyir. Deməli digər tərəfdə 5 olacaq. Onda paralelogramın perimetri 2 dənə 5 üstəgəl 2 dənə 2. 10 üstəgəl 4 bərabər olacaq 14 C variantı. 24-cü sual. 24'te de perimetre 52'dir. Paralelogramın tərəflərindən biri digərindən 6 cm böyükdür. Deməli, bir tərəfində x desim, digəri də 6 cm böyük olacaqdır. Bu paralelogramın iti bucağı 60 dərəcə olarsa, kiçik diaqonalını tapın. Demək olar, x plus 6-dır, digər tərəfdə x plus 6-dır, digər tərəfdə, qarşı tərəfdə x-dir. Perimetr 52-dirsə, yəni tərəflərini toplayırıq, 52-yə bərabər edirik. X üstəgəl x, üstəgəl x üstəgəl 6, üstəgəl x üstəgəl 6 bərabərdir 52. Buradan 4x üstəgəl 6 ilə 6 12 eləyir, bərabərdir 52. 4x bərabərdir 12-ni atdıq sağ tərəfə, 52-dən 12 çıxdı 40 elədi. X də bərabərdir 10-a bərabər. Paralelogramın perimetrini soruşur bizdən. Deməli 10, 10. Bura 10 versək tərəf oldu 16. Bura 10 versək yeni tərəf oldu 16. İndi bizdən iti bucağı deyir, bizdən kiçik diaqonalını soruşur. Kiçik diaqonal da ki bu olacaqdır. Paralelogramın nəyi soruşur? Kiçik diaqonalını tapın. Hə. Demək uşaqlar, bura 10 oldu, bu da 16. 10 və 16. Burada bir A deyək. Yaxşı. Baxaq görək nə edə bilərik burada. Buradan bir hündürlüyü endirsəm. Görək hündürlüyü endirsək nə əldə etmiş olarıq? 30 dərəcə, 90 dərəcə. 30 dərəcə bucaq qarşısındakı katet hipotenuzun yarısıdır. Hipotenuzun yarısıdır. Onda bura olacaqdır uşaqlar. 10'un yarısı da, yəni 5'ə bərabər olacaqdır. Sonra nə deyir? 60 dərəcə bucaq qarşısındakı katet digər katetin kökdüyü simsildir. 5 kök altında 3. İndi bax bu iştirixlədiyim yer düzbucaqlı üsbucaq oldu. İndi ümumi 10 idi uşaqlar. Onun 5'i buradadırsa, deməli buradan bura qədər də nədir? 5'ə bərabərdir. Bax həmin üsbucağı, düzbucaqlı üsbucağı çəkirəm kənarda. Bax bura 5 kökdə 3 oldu. Digər tərəfdə 5 oldu. İndi bizdən bunu A demişdə, bura hipotenuzda hipotenuz soruşur. İndi Pifaqor teoreminə görə hipotenuzun kvadratı bərabərdir katetləri kvadratlarının cəmini. Bərabərdir. 5 kökdə 3'ün kvadratı, 5'in kvadratı 25, kökdə 3'ün kvadratı 3. Elədi nə qədər? 25 3 avramda 75, sayıl 5'in kvadratı da 25. Toplayanda 100 elədi. Əgər A kvadratı 100'ə bərabərsə, kvadrat kök alanda A bərabər olacaq 10'a. Yəni doğru cavab B variantı olacaq. Yirmi beşinci suala baxırıq. 25. Deməli A, B, C, D. A bucağını verib 2x plus 4, B bucağını verib 3x plus 1, bizdən bucaq C-ni soruşur. Sual işarəsi. Demək olar, paralelogramın bir tərəfinə bitişik bucaqların cəmi 180 dərəcədir. 2x plus 4 üstəgəl 3x plus 1 bərabər olmalıdır 180 dərəcə. 2x ilə 3x-i topladıq 5x bərabərdir 180 çıxılsın 4 ilə 1'in cəmi, yəni 5'dən. Buradan 5x bərabərdir 180'dən 5 çıxanda 175, x də bərabərdir 175'i 5'ə böləndə 35. İndi burada gətirib x-i yenə 35 yazsam, 2'ni 35'ə vuranda 70, üstünə 4 gələndə 74. Paralelogramın qarşı bucaqları bərabərdir, yaxud deməli bu bucaqda olacaq nə qədər? 74 dərəcə D variantı. Növbəti 26-cı suala baxırıq. 26-cı sual. Deməli A, B, C, D. D7 xətti seçilibdir.
Bunların bərabərliyini veribdir. 50 dərəcədə buradır. ABCD paralelogramdır. AD AE'yə bərabərdir. Görürük. CD'yə 50 olsa bucaq A-nı soruşur. Uşaqlar, mən bucaq A-ya alfa deyirəm. Bucaq A-ya alfa dedim. İndi AD'yi üçbucağı bərabər yanlı olduğuna görə oturacağına bitişik bucaqları mütləq şəkildə bərabər olmalıdır. Əslində belə eləyək uşaqlar, heç alfa zad yazmayaq. Deməli, iki paralel düz xəttdeyim, fikir verin. D'yi kəsəndir. Onda buradakı 50 ilə buradakı Y bucağının içərisi daxili çarpaz bucaqlardır, bərabərdir. Və bərabər yanlı olduğuna görə bərabər yanlı üçbucağında oturacağına bitişik bucağı bərabərdir. 50, 50, 100, onda A bucağına 80 dərəcə yazılmalı ki, cəm 180-ə tamamlansın. Onda bucaq A oldu, 80 dərəcə D variantı. Növbəti 27-ci suala baxırıq. 27. Deməli, A, B, C, D. Deməli, 2 buranı veribdir. 2 kök altında 3 buranı verib. Tənbələndir. Hər ikisi. Şöyle bayaqlar ispat elədik ki, bu bizdə 90 dərəcədir. Tənbəl olmasa əgər. Bizdən perimetri soruşur. Yaxşı. İndi bura mən alfa desəm, şöyle bu da alfa oldu. Daxili çarpaz söhbətinə görə deməli bu bucaqda alfa oldu. Bura beta desəm, burada beta oldu. Daxili çarpaza görə bax bu betanın çarpazı buradakı beta olacaqdır. Bu bərabər yanlış bucaqdır. Oturacağına bitişik bucaqlar bərabərdir və yan tərəflər də bərabərdir. Digər tərəfdə bax, bura mən bir A desəm, burada A oldu uşaqlar. Əgər AB tərəfi A-dırsa, CD tərəfi də A olmalıdır. Qarşı tərəflər bərabərdir. Bu KCD üçbucağında da oturacağı bitişik bucaqlar bərabərsə, bunlar bərabər yanlıdır. Onda bura A-dırsa, digər tərəfdə A-dır. İndi ümumi A-dan D-yə qədər məsafəmiz 2A-dırsa, onda BC-miz də 2A olacaq. Bax, bu iştirakladığım yerdə, uşaqlar, iştirakladığım yerdə düz bucaqlı üç bucaq yanımdır. 2A burada 90'ın qarşısındası hipotenuzdur. Onda hipotenuzun kvadratı Pifagora görə bərabərdir. Katetləri kvadratlarının cəminə. Yəni 2'nin kvadratı üstə 2 kök 3'ün kvadratı. Bu da bərabər 4 üstə 2 kök 3'ün kvadratı 4, 4 üçün 12 eləyir. Toplayanda 16 eləyir. 2A'nın kvadratı eləyir 4A kvadrat bərabərdir 16. A kvadrat bərabərdir 16'ın 4'ə 4, A da bərabərdir 2'nin kvadrat 4 eləyir də. A-nı 2 tapdıq. Bizdən də perimetri soruşur. A, B, C, D-nin perimetri. Bax, 1, bu da 2, 3, bu da 1, 4, 5, 6 A eləyəcək də. Bu da bərabər 6 vurulsun, A da 2'dir. Cavab olacaq 12, A variantı. Növbəti 28-ci suala baxırıq. 28-ci sual. Deməli, A, D, C, B, DH, 6, 8, 12. Şöyle DC 12'dirsə, AB də 12'də nəzərimiz olsun. AD 8-dirsə, CB də 8-ə bərabər, çünki qarşı tərəflər bərabərdir. Və deyək ki, DY-ni tapın. DY də bir X deyək. Birincisi paralelogramda aşağıda düsturumuz var idi ki, AHA bərabərdir BHB düsturumuz. Deyək ki, A 8-dir. Həmin tərəfə çəkilən hündürlük X-dir. Deyək ki, B 12-dir. Həmin tərəfə çəkilən hündürlük isə 6-dır. Və buradan da X bərabərdir 12'nin 6'ya 72 bölürük 8'ə. X-imiz olur 9. Bizdən də X-i soruşulur. Cavab oldu 9'a bərabər. Növbəti suala baxırıq 29'a. Yenə də bayaqki sualdan uşaqlar desən belə təkrardır. Baxaq ki. 29-cu sual. Deməli A, B, C, D. A, E, deməli bu da tənbələndi alfa, alfa. Bu da tənbələndi beta, beta. Bunu bayaqda dedik ki, bu 90 dərəcədir. Bundan işimiz yoxdur. 24, 7. Bizdən paralelogramın perimetrini soruşur. Deməli uşaqlar bax, bu bucaq alfadırsa, onun çarpazı da alfadır. Onda yan tərəflər bir-birinə bərabərdir. Buna A desəm, bu da A olacaq. Betadırsa, bunun çarpazı da betadır. Daxili çarpaza bərabərdir. Onda bunlar da bərabər olacaq. Əgər AB A isə CD də A-dır. İndi bunlar bərabər yanlı olduğuna görə digər tərəfdə A-ya bərabər olacaq.
Ümumi BC tərəfi oldu 2A, deməli AD tərəfi də olacaq 2A-ya bərabər. İndi bu ştrixlədim, yer düz bucaqlı üst bucaqdır. 2A hipotenuzdur. Onda hipotenuzun kvadratı bərabərdir katetləri kvadratlarının cəminə. Yəni 24-ün kvadratı üstəlik 7-nin kvadratı. 576 üstəlik 7-nin kvadratı 49 eləyir 625. 2A kvadratı, yəni 4A kvadrat edir də. Bu da bərabərdir 625-ə. A kvadrat bərabərdir 625-i 4-ə bölürük. A da bərabərdir kök alanda 625-dən 25 çıxır, 4-dən 2 kök çıxır. Bunu da böləndə 12/5. Bizdən də paralleqramın perimetrini soruşur. 1A, 2, 3, 4, bu da 2, 6A. Bu da bərabərdir 6 vurulsun A-nı da 12/5 tapmışam. 6, 5, 30, 3 yerdə 6, 12, 95, 1 yerdə 6, 1, 6, da 1, 7. Cavabımız oldu 75'e bərabər C variantı. Sual. Bir paralleqramın tərəfləri 5 və 3-dür. 5 cm, 3 cm. Diagonallarından biri 2 kökdə 3 olarsa, digər diagonalını tapın. Demək, diagonallarından biri 2 kökdə 3-dürsə, digər diagonalını tapın, D2-ni tapın. Tərəf və diagonal arasındakı əlaqə düsturu var paralleqramın. D1 kvadrat üstəgəl D2 kvadrat bərabərdir 2A kvadrat üstəgəl 2B-nin kvadratı. D1'imiz 2 kök altında 3'tür kvadratı üstəgəl D2 kvadratı. 2 vurulsun A'mız 3'tür təsəvvürləyək. Üstəgəl 2 vurulsun B'mizdəki 5'dir 5'in kvadratı. 2 kökdə 3'ün kvadratı ilə də 12 üstəgəlinsin D2 kvadrat bərabərdir. 3'ün kvadratı 9, 9 2'yə 18. 5'in kvadratı 25, 25 2'yə vuranda 50. 12 üstəgəlinsin D2'nin kvadratı bərabərdir. 18'in üstünə 50, 68. D2 kvadrat bərabərdir. 12'ni atdıq sağ tərəfə 68'dən 12 çıxanda 56. Kvadrat kök alsaq D2-dən 56'dan kök çıxmadığına görə kök altında 56 qalır. Bunu da 4 vurulsun 14 yazsaq qalır 2 kök altında 14'ə bərabər. Növbəti. Sual. Diagonalları 3 və 5 deyir. Deyək ki, D1 bərabərdir 3, D2 bərabərdir 5 cm. Və tərəflərindən biri 1 cm olarsa, deyək ki, A olsun 1 cm, digər tərəfini tapın B-ni. Yenə paralleqramın tərəf və diagonal arasındakı əlaqə düsturundan D1 kvadrat üstəgəl D2 kvadrat bərabərdir 2A kvadrat üstəgəl 2B kvadrat. D1'imiz 3'dür 3'ün kvadratı, D2'miz 5'dir 5'in kvadratı. 2 vurulsun A da 1'dir 1'in kvadratı, üstəgəl 2 vurulsun B'nin kvadratı. 3'ün kvadratı 9, 5'in kvadratı 25. Bərabərdir 2 üstəgəl 2B kvadrat. Buradan 2B kvadrat bərabər 9 ilə 25 eləyir 34. 2'ni atıram sol tərəfə çıxılsın 32. Buradan 2B kvadrat bərabərdir 34'dən 2 çıxanda 32. B kvadrat da bərabərdir 32'ni 2'yə bölürük eləyir 16. Kvadrat kök alanda B də bərabər oldu 4'ə. Bizdən də digər tərəf soruşurdu. Cavab oldu 4'ə bərabər. 32-ci sual. ABCD paralleqramında A, B, C, D paralleqramında. AD 6'dır. AD 6'dır. BD də 6'dır. Yəni BD diagonal da 6'dır. AC'də kök altında 54 olasa perimetri tapın. Demək sonra biz elə bir digər tərəfi tapaq görək, sonra perimetri tapaq da. Tərəf və diagonal arasındakı əlaqə düsturu var da. Yəni D1'i verib bizə 6, D2'ni verib kök altında 54. Deyək ki, bir tərəfi 6 verib, digər tərəfi bilmirəm. Perimetri tapmaq üçün bizə bütün tərəf lazımdır. Yenə düsturumuza əsasən D1 kvadrat üstəgəl D2 kvadrat bərabərdir 2A kvadrat üstəgəl 2B'nin kvadratı. D1'imiz 6'da 6'nın kvadratı üstəgəl D2'miz kökdə 54'dür, kökdə 54'ün kvadratı. 2 vurulsun A kvadrat üstəgəl 2 vurulsun B'miz də 6'da 6'nın kvadratı. 6'nın kvadratı 36, 2 getdi kök apardı özündən, kökdə 54'ün kvadratı 54 qaldı. Bərabərdir 2A kvadrat üstəgəl 6'nın kvadratı 36, 2'yə vuranda 72. Buradan 2A kvadrat bərabərdir 36 ilə 54 elədi 90. 72'ni də atıram sol tərəfə çıxılsın 72. 2A kvadrat bərabər 90'dan 72 çıxanda 18, A kvadrat bərabər 9, kök alanda A oldu 3.
İndi 3-dürsə CD tərəfi 3-dür. 6-dırsa BC tərəfi də 6-dır. Onda perimetr bərabər olacaq. 2 dənə 3 üstə gəlsin 2 dənə 6. 2 üçün 6 üstə 2 6-nın 12. 12 ilə 6-nı toplayırıq nə qədər eləyir? 18. Otuzuncu sual. Deyək, tərəfləri 18 12 olan paralleqramın 12 və 18 olan paralleqramı, burada 18-dir, burada 12-dir. Kiçik hündürlüyü 4 cm-dir. Böyük hündürlüyünü tapın. Uşaqlar bilməlisiniz ki, paralleqramda kiçik hündürlük böyük tərəfə çəkilir. Kiçik hündürlük böyük tərəfə çəkilir. Bax, buradan çəkirəm hündürlüyümü. Bizdən kiçik hündürlüyü 4 verir, böyük hündürlüyü soruşur. Böyük hündürlüyü isə kiçik tərəfə çəkilir. Buna da bir H deyək. Düsturumuz bayaqki kimi uşaqlar A bərabərdir B HB düsturumuzdur. Yəni 12 vurulsun H bərabərdir 18 vurulsun 4-ə. Buradan 12 vur H bərabərdir 18 4-ə vuranda 72, H da bərabərdir 72-ni 12-yə bölürük. Cavab olur 6 cm B variantı. Növbəti 34-cü suala baxırıq. Nədir? ABCD paralleqramında AY və DK tənbölənlərdir. DKB 120 dərəcə. Sonra bax DKB buradır. 120 dərəcə. AYS'ni soruşur. AYS'ni. Bax, buradakı bucağı soruşur biz aşağı. Birincisi 120'nin qonşusu 60'dır. Buna alfa desəm, bu da alfa olacaq. Beta desəm, beta olacaq. Və bunu bayaq dedik ki, bu nə qədər olmalıdır? 90. Onda 90'ın qonşusu da 90'dır. Burada 90. 90 bu da 60, 150. Digəri oldu, 180 olmasın 30'dadır. Çünki K mərkəz, bax bu 3 bucaqdır da, 180 olmalıdır. 30, 30'un da qonşusu nə olacaq? 150 dərəcə doğru cavab A variantı. Növbəti. 35-ci sual. ABCD paralleqramında A iti bucağının tənbüləni A, B, C, D paralleqramdır. A iti bucağının tənbülənidir. BC tərəfini Y nöqtəsində kəsir. BC tərəfini Y nöqtəsində kəsir. Bax, bu da tənbüləndir. Alfadsa alfadır, onun çarpazı da alfa olacaq. Onda bunlar birbirine bərabərdir. BY 6'dır. Uşaqlar, BY 6'dırsa, onda AB də 6'dır, onda CD də 6'dır. YC 3'dür. Onda BC nə qədər oldu? 9. Onda AD də 9 olacaq. Perimetri soruşur. Onda 2 dənə 9 ilə 2 dənə 6'nı toplayıram. Yəni 18 gəlsin 12 bərabər olacaq 30 cm perimetrimiz D variantı. Şimdi bunu siliriz. Artıq yerinə romb yazırıq. Bizə artıq romb lazım olacaq. Deməli 36. Deyir, perimetri 36 olan rombun tərəfində. Uşaqlar, rombun bütün tərəfləri bir-birinə bərabər olduğuna görə 4 bərabər tərəf var. 36'nın da 4 bərabər tərəfə böləndə hərəsinə 9 düşəcək. Növbəti. Cavab olacaq 9C variantı. 37-ci suala baxırıq. Rombun bucaqlarından biri digərindən 40 dərəcə böyükdür. Bucaqlarından biri digərindən 40 dərəcə böyükdürsə, iti bucağa alfa desəm, kör bucaq olacaq alfa plus 40. Və rombun da bir tərəfinə bitişik bucaqlarının cəmi 180 dərəcədir. 2 alfa bərabərdir 40 atıram sağa, çıxılır eləyir 140. Alfa da bərabərdir 140'ı 2'yə böləndə 70. Bizdən də elə kiçik bucağını soruşur. Bucaqlarına biri 70 olur. Digərində 70 versəm, təbii ki 110 dərəcə olur da. Bizdən kiçik bucağı soruşur. Kiçik bucaq olacaq 70 dərəcəyə bərabər. Sonra 38-ci sual.
Deyir, diagonalları 6 və 8-dir. Yəni D1 bərabərdir 6, D2 bərabərdir 8 olan rhombun tərəfində. Rhombun tərəf və diagonal arasındakı əlaqə düz sorur. D1 kvadrat üstəgəl D2 kvadrat bərabərdir 4A kvadratı. D1'imiz 6'dır, 6'nın kvadratı. D2'miz 8'dir, 8'in kvadratı bərabərdir 4A kvadrat. Toplayanda 36 üstəgəl 64 bərabərdir 4A kvadrat. Buradan 4A kvadrat bərabərdir 36'nın 64 100 eləyir. A kvadrat bərabərdir 100'ü 4'ə böləndə 25. A bərabər oldu 25'dən də 5 kök çıxdı. Bizdən də tərəfin soruşur, cavab olacaq 5. C variantı. Növbəti. 39. Deyir, rhombun kiçik diagonalı tərəfinə bərabərdir. Bax, rhombun kiçik diagonalı çəkirəm. Kiçik diagonalı tərəfinə bərabər. Rhombun da bütün tərəfləri bir-birinə bərabər. Deməli, burada bərabər tərəfli üçbucaq yarandı ki, bərabər tərəfli üçbucağın daxili bucaqların hər birisi 60 dərəcədir. Ondan da bizdən rhombun iti bucağı soruşur, cavab olacaq 60-a bərabər. Növbətiyə baxaq. Qırxıncı suala baxırıq. İti bucağı 50 olan rhombun, iti bucağı 50 dərəcə olan rhombun hündürlüyü. Kör bucağına hansı nisbətdədir? Bax, bu bucaq və bu bucaq ayrıdır. Demək uşaqlar, hündürlükcə, bax, biri 90 dərəcədə, o heç. İndi rhombun bir tərəfinə bir iki bucaqların cəmi 180 olmalıdır. Burada 50 varsa, ümumi olmalıdır bu 130. Uşaqlar, o 130'un axı 90'ı var burada artıq. 90'ı varsa, nəyə çatmır? 40 dərəcə. Deməli, bu ayrı nəyə? 40'ın 90'a nisbətdə. 40'dır, burada 90'ı da bilirik. Bunların hərəsindən bir sıfır atsaq, olacaq 4'ün 9'a nisbəti. Doğru cavab D variantı. 41-ci sual. Deyir, perimetri 40 olan rhombun hündürlüyü 5'dir. Hündürlük çəkirəm rhomba. Hündürlük 5'dir. Uşaqlar, perimetri 40-sa rhombun 4 bərabər tərəfi var da. Hərəsini 4'ə bölündə nə düşür? 10 düşür. Rhombun kör bucağı soruşur. Bax, kör bucağı. Deməli, burada düz bucaqlı üç bucaq var aşağılar. 90'ın qarşısındakı hipotenuzda 10. Katet isə 5'dir. Bax, görürsünüz, katet hipotenuzun yarısına bərabərdir. Bu da nə zaman baş verir? 30 dərəcə bucaq qarşısında olanda. Deməli 90, 30, onda digərimizdə 60 olacaq. Və rhombun bir tərəfinə bir iki bucaqların cəmi ehtiyac yoxdur 60-a. İti bucağı 30-dursa, kör bucaqda 150 olmalıdır ki, cəm 180-də tamamlansın. Bizdən də kör bucağını soruşur, olacaq 150 A variantı. Qırx ikinci suala baxırıq. Deyir, rhombun hündürlüyü onun tərəfini iki bərabər hissəyə ayırır. Tutaq ki, bu formulu çəkək. Biraz inandırıcı çıxmayacaq. Məsələsində belə deyək, bu hündürlük olsun. Tutaq ki, deyək ki. Rhombun hündürlüyü onun tərəfini iki bərabər hissəyə ayırır. Bu rhombun iti bucağını tapışaq. Bura mən A desəm, burada A olacaq. Ümumi oldu 2A. Rhombun bütün tərəfləri də bərabərsə, burada 2A'dır. Burada düz bucaqlı üç bucaq var. Katet A'dır, hipotenuz 2A'dır. Görürsünüz, katet hipotenuzun yarısına bərabər. Bu da nə zaman baş verir? 30 dərəcə bucaq qarşısında olanda. Bu ştrixlər niyə düz bucaqlı üç bucaqdır? İti bucaqların cəmi 90 olmalıdır. 30'u varsa 60 çatır. Bu 60 dərəcə həm də ki rhombun iti bucağıdır. Bizdən də rhombun iti bucağını soruşur. Cavab olacaq 60 dərəcəyə bərabər. Qırx üçüncü suala baxırıq. Deyir, iti bucağı 45 dərəcə olan rhombun hündürlüyü 4 kökdəkidir. Hündürlük çəkirik. Hündürlük 4 kök altında 2'dir. Və perimetrdə. Deməli, uşaqlar 45 isə deməli burada 45-dir ki, burada düz bucaqlı üç bucaq yaranır. Bərabər yanı düz bucaqlı üç bucaqda hipotenuz katetin kökdəki mislidir. Bax, hipotenuz buradadır. Katetdə 4 kökdəkidir. Hipotenuz katetin kökdəki. Bax, mən tərəfə A desəm, hipotenuz da həm də. Bax, hipotenuz katetin, yəni 4 kökdəkinin kökdəki 2 mislidir. Kökdəkinin kökdəki övrünü 2 eləyir. 2-ni də 4-ə vuranda 8 elədir. Rhombun bir tərəfi 8-dirsə, bütün tərəfləri 8 olacaq və bizdən də rhombun perimetrini soruşur. Onda 4 dənə 8 olacaq nə? 32'ye bərabər. Bu belə. Növbəti. 44. Deyir, tərəfi 3 olan rhombun
diaqonallarının kvadratları cəmi. Uşaqlar, diaqonallarının kvadratları cəmi D1 kvadrat üstəgəl D2 kvadrat soruşur da bizdən. Bunu da biz düsturdan bilirik ki, 4A kvadratına bərabərdir. A-nın da yerinə 3 yazsam, olacaq 4 vurulsun 3-ün kvadratı. Yəni 4 vurulsun 9 bərabər olacaq 36-ya A variantı. 45-ci sual. 45. Deyir, rombun tərəfi ilə diaqonallarının əmələ gətirdiyi bucaqlar, tərəfi ilə diaqonallarının əmələ gətirdiyi 4-ün 5-ədir. Rombun tərəfi ilə diaqonallarının əmələ gətirdiyi. Bax, rombu 2-də diaqonal çəkirəm. Diaqonallar biri budur, uşaqlar, biri də budur da, biri kolun, biri tiyindir. Onda birinə 4K deyək, kol tərəfi də 5K. Və bilməliyik ki, uşaqlar, rombun diaqonalları onun bucağının tənbölənidir. Onda digər tərəfdə 4K olacaq, digər tərəfimizdə 5K olacaq. Ümumi 8K, ümumi 10K, toplayanda eləyir 18K. Rombun bir tərəfində bitişik bucaqların cəmi 180 dərəcədir. K da bərabər oldu 10-a. Deyir, rombun bucaqlarını tap. Deməli, bir bucağı 8K idi uşaqlar. Digər bucağı isə 10K idi. 8 vur 10 bərabərdir 80. 10 vurulsun 10 bərabərdir 100. Cavabımız olacaq 80 dərəcə və 100 dərəcə. 46-cı sual. Deyir, diaqonalları D1 bərabərdir 24, D2 bərabərdir 18 olan rombun perimetrini tapın. Demək, tərəf və diaqonal arasındakı əlaqə düsturuna görə D1 kvadrat üstəgəl D2 kvadrat bərabərdir 4A kvadrat. D1-imiz 24-dür, 24-ün kvadratı. D2-miz 18-dir, 18-in kvadratı bərabərdir 4A kvadrat. Buradan 4A kvadrat bərabərdir. 24-ün kvadratı 576, 18-in kvadratı 324. Toplayanda qədər 900. 4A kvadrat 900-a bərabərdirsə, A kvadrat bərabərdir 900-ü 4-ə böləndə 225. Kök alsaq 225-dən də 15 çıxır. Rombun perimetrini soruşur. Perimetrdə 4A-ya bərabərdir. A-nın da yerinə 15 yazsaq, 4 vurulsun 15 bərabər olacaq 60 cm D variantı. Qırx 7-ci sual. 47. İki bucaq 30 dərəcə olan rombun hündürlüyü kol bucağını hansı nisbətdə bölür? Yenə də təkrar sualdır uşaqlar. Hündürlük çəkirik. İki bucaq 30 dərəcədirsə, kol bucağı 150 olacaq. 150-nin uşaqlar, bu da 90 olmalıdır. Çünki 90-ın çarpazı da 90 olmalıdır. İndi bu ümumi 150 idi. Çünki 30-dursa, bir tərəfində bitişik bucaqların cəmi 180 olmalıdır. 150-nin burada 90-ı varsa, nəyə çatmır? 60-ı. Deməli, hansı nisbətdə bölür? 60-ın 90-a. Bunların hər birisini 30-a ixtisar aparsaq qalacaq 2-nin 3-ə nisbəti. Yəni cavab B variantı. Növbəti 48-ci suala baxırıq uşaqlar. 48-də deyir, rombun iti bucağı 30 dərəcədir və daxilinə çəkilmiş çevrənin radiusu 4 cm-dir. Deməli uşaqlar, rombun daxilinə bir çevrə çəkək. Deməli, 48-ci sual. Daxilinə çəkilmiş çevrənin uşaqlar diametri elə rombun hündürlüyünə bərabərdir. Fikir verin. Daxilinə çəkilmiş çevrənin diametri elə rombun hündürlüyünə bərabərdir. Və bu diametr isə hərəsi radius olsa, onda deyək ki, radius bərabərdir elə hündürlüyün yarısına. İndi biz bunun hündürlüyünü tapmalıyıq. Deyək, daxilinə çəkilmiş çevrənin radiusu 4-dür. Radiuslar əgər 4-dürsə, uşaqlar, hündürlüyümüz də nə olacaq? 8 olacaq. İndi 30 dərəcə, bax, bu iştiraklardan niyə düz bucaqlı üst bucaqdır? 30 dərəcəli bucaq qarşısına şikayət et, hipotenuzun yarısıdır. Onda tərəf 16 oldu. Bütün tərəflər 16 olacaq. Bizdən də rombun perimetrini soruşur. Perimetrdə 4A-dır. Yəni 4 vurulsun A da tərəfdir. 16-dır. Cavab olacaq 64 Y variantı. Növbətiyə baxaq. Deməli, çevrəni select artıq lazım olmadı. Növbəti 49-cu suala baxırıq. 49-cu sual. Deməli, A, D, C, B, AC diaqonaldır. BD də diaqonaldır. Deyir, BD 10-dur. Yəni, BD diaqonaldır. Bir diaqonal 10-dur. AC 10 kök döyüşdür. AC də diaqonaldır. İkinci diaqonal. D2 də bərabərdir. 10 kök döyüş.
Bucaq BAD-ni soruşur. BAD-ni inşallah bizdən it bucağı soruşur. Yaxşı, bizim tərəfini tapaq görək elə nə göstərir. Deməli, D1 kvadrat üstəgəl D2 kvadrat bərabərdir 4A kvadrat. D1-imiz 10'dur, 10'un kvadrat. D2'miz 10 kökdə 3'dür, 10 kökdə 3'ün kvadrat bərabərdir 4A kvadrat. İndi 10'un kvadratı 100, 10 kökdə 3'ün kvadratı isə 300'dür, bərabərdir 4A kvadrat. 4A kvadrat bərabərdir 400'ə, A kvadrat bərabərdir 100, A da bərabərdir, kök alırıq 10. Bu tərəfdə 10'dur, bu tərəfdə 10'dur. Uşaqlar, BD də 10'dur. Bax, buradan bura qədər də 10'dur. Onda bu iştiqlərim yer üçbucaqdır da. Bütün tərəflər 10'sa bu bərabər tərəfli üçbucaqdır. Onda bir iti bucağı nə olacaq? 60 dərəcə olacaq D variantı. Növbəti kontaktlarda keçirik düz bucaqlıya. Bir dənə düz bucaqlı götürək, onlar işləyək. 50. sual. Bir tərəfləri 6 və 8 olan 6, 8. Onda digər tərəf 8-dir, digər tərəf 6. Çünki düz bucaqlının qarşı tərəfləri bərabərdir. Perimetrini soruşur. Perimetr olacaq 2 dənə 6 üstə gəl, 2 dənə 8. Bu da deyəcək 12 üstə gəlsin 16 bərabər olacaq 28-ə. Növbəti sualımıza baxırıq. Deməli, 51. Bir tərəflərin nisbəti 2-nin 3-ədir. Yəni 2K-dır, bir də 3K-dır. Onda digər tərəfdə 2K-dır, digər tərəfdə 3K-dır. Perimetrini də verib bizə 40 cm kiçik tərəfindən. Perimetr deyəndə 1, yəni bu 2K, bu da 3K, 5K, bu da 2K, 7K, bu da 3K, 10K. Bərabərdir 40-a, K da bərabərdir 4-ə. Bizdən kiçik tərəfini soruşur. Kiçik tərəfdə 2K-dır, yəni 2 vurulsun 4, bərabər olacaq nəyə? 8-ə. Növbəti sualımıza baxırıq. İkinci. Düzbucaqlının diagonalı 10 cm. Diagonal çəkir düzbucaqlıya 10 cm-dir. Tərəflərindən biri də 6-dır. Onun perimetrini tap. Perimetrini tapmaq üçün biz digər tərəfləri bilməliyik. Sonra burada düzbucaqlı üçbucaq yaradırıq. 6, 8, 10-dur da Pifaqora görə. 6 isə digər tərəfdə 6-dır, 8 isə digər tərəfdə 8-dir. Onda perimetr olacaq 2 dənə 6 üstə gəlir 2 dənə 8. Yəni 12 üstə gəlinsin 16, yenə də bərabər olacaq 28-ə, C variantı. 53-cü sual. Yenə də 53. Deyir, tərəfləri 6 və 8 deyir. Düzbucaqlının diagonalı tap. Sonra bax, diagonal çəkdik buna. Bu iştiqlədiyim yer oldu düzbucaqlı üçbucaq. Diagonalda həm də hipotenuzu. 6, 8 Pifaqor ədədləridir. Diagonal da olacaq ona bərabər. Növbəti. 54-cü sual. ABCD D düzbucaqlısında A, B, C, D düzbucaqlısında A bucağının tənbələni BC tərəfini 2 bərabər hissəyə bölür. Bu tənbələn isə aşağılar hərəsində 45-45 düzləşdir. Çünki düzbucaqlının bir bucağı 90 dərəcədir yaxın. Bunu da 2 hissəyə ayırır deyir bizə. Demək bu 90 dərəcəsi burada 45-dir. Bura mən A desəm, bu oldu bərabər yanı düzbucaqlı üçbucaq. Çünki otacağının iki bucaqları bərabərdir. Mən A desəm bura, onda digər tərəfdə A olacaq, burada A olacaq. Çünki bunlar da bərabər yerə bölürsə, bu da A-dır. Ümumi BC tərəfi 2A oldusa, AD tərəfi də 2A olacaq. Və perimetrində bizə 48 verir. 1A, 2A, 3A, 4A, bu da 2A, 6A. Bərabərdir 48. A da bərabər olacaq 48 6-ya böləndə 8. Bizdən kiçik tərəfini soruşur. Kiçik tərəf ilə A-ya bərabərdir. Cavab oldu 8. Növbəti. Düzbucaqlının diagonalı 55. Düzbucaqlının diagonalı çəkdik. Kiçik tərəfin kimisinə bərabərdir. Mən kiçik tərəfə A desəm, diagonal olacaq 2A-ya bərabər. Bu düzbucaqlının diagonalları arasındakı iki bucağı tapın. Deməli, bax, fikir verin uşaqlar. Hipotenuz 2A-dır, katet A-dır. Katet hipotenuzun yarısına nə zaman bərabərdir? 30 dərəcəli bucaq qarşısında olanda. 90, 30, onda burada olacaq 60 və diagonalları arasındakı iki bucağı soruşur. Bax, diagonal çəkdim. Bunlar axı bərabərdir bir-birinə. Deməli, burada 60-dır, onda burada 60-a bərabər olacaq. Yəni, cavabımız olacaq 60 dərəcə D variantı.
56-cı suala baxırıq. 56 deyir, düzbucaqlının diaqonalı onun bucağını birinci ikiyə nisbətdə bölür. Düzbucaqlı çəkdik. Diaqonalı onun bucağını birinci ikiyə nisbətdə. Biri 1K olsun, biri 2K. Və düzbucaqlının da bir bucağı 90 dərəcədir. 2K ilə K'nın cəmi 90-dır. 3K bərabərdir 90, K da bərabərdir 30 dərəcə. Bizdən nəyə soruşur? Bu düzbucaqlının kiçik tərəfi də 18-dir. Sonra bura 30 versəm, bu oldu 60 dərəcə. Bu da 90-dır. Buradan da olacaq 30 dərəcədə. Və kiçik tərəfi 18 olursa diaqonalını soruşur. 30 dərəcəli bucaq qarşısındakı qati uşaqlar. Hipotenuzun yarısına bərabərdir. Yəni burada nə olacaq? 36 olacaq. Bu düzbucaqlı üçbucağa əsasən 30-un qabağında katet, yəni 18, onda hipotenuzun yarısına. Hipotenuz 36 imiş ki, yarısı 18 olub da. Doğru cavab A variantı. Növbəti. 57-ci sual. Deməli A, B, C, D. AC diaqonaldır. 13-ə bərabərdir. 5 buradır. Sonra Pifagora görə 5, 12, 13 olacaq da bu düzbucaqlıya görə. Bizə nəyə soruşur? Perimetrin. 5-dirsə AB tərəfi də 5-dir. 12-dirsə BC tərəfi də 12-dir. Onda perimetr bərabər olacaq. 5, 5, 10. Üstə gəl 12, 12, 24. Toplayanda da cavabımız eləyəcək 34-ə bərabər. 58-ci suala baxırıq. Diaqonalı 15 olan düzbucaqlının uzunluğu, bax düzbucaqlı çəkirik. Diaqonalı 15 damla deyir. Diaqonal 15-dir, düzbucaqlının uzunluğu 12-dir. İndi bura bir A desək, uşaqlar bu iştirak düzbucaqlı üçbucaqdır. A burada katetdir. Katetin kvadratı bərabərdir. Hipotenuzun kvadratı çıxılsın məlum katetin kvadratı. Yəni 225 çıxılsın 144. İləyir nə qədər? 81. A kvadratı 81 isə A da bərabər nəyə? 9-a. 9-dursa 9-dur. 12-dirsə 12-dir. Perimetrdə bərabər olacaq 2 dənə 9, üstə gəlsin 2 dənə 12. Yəni 18 üstə gəlsin 24. Bərabər olacaq 30, 42. Doğru cavab D variantı. Doqquzuncu sual. Deməli A, D, C, B. X plus 1. 3'dür. Şəkildə ABCD düzbucaqlı, C'yi tənbələndir. Sonra tənbələnsə 90-ı yarıya böldü 45, 45. Onda burada 45'dir, çünki bu 90'dır düzbucaq. Onda bu bərabər yarım düzbucaqlı üçbucaqdır. YB x plus 1'dirsə, CB də x plus 1'dir. Sonra düzbucaqlının qarşı tərəfləri bərabərdir. X plus 1 ilə 3 bir-birinə bərabərdir. Bax, x plus 1 bərabərdir 3-ə. X-i tapdıq buradan 2. İndi şöyle bax, A-dan B-yə qədər nə qədərdir ümumi? 2x plus 1. Onda burada 2x plus 1'dir. X-i 2 tapmışamsa 2-ni 2-yə vurub 4, üstünə bir gəndə 5. DC tərəfi 5 olursa, onda AB tərəfi də 5'dir. Perimetr olacaq onda 2 dənə 5, üstə gəl. Yeni də ki 3 idi, 2 dənə 3. 10 üstə gəl 6 bərabər olacaq 16. 60-cı suala baxaq. Mən 60'da deyir ki, A, D, C, B düzbucaqlısında AC kökdə 65'dir. AB x plus 3'dür, BC x olarsa perimetr tapın deyir. Deməli, burada sonra düzbucaqlı üçbucaq yaratmışıq. Pifagor teoreminə görə katetlərin kvadratları cəmi, yəni x plus 3'ün kvadratı, üstə gəl x-in kvadratı bərabərdir kökdə 65'in kvadratı. Muxtasarən açsaq, birincinin kvadratı, birincinin ikinciyə vurulmasının 2 misli, üstə ikincinin kvadratı. Üstə gəl x kvadrat, kökdə 65'in də kvadratı 65'ə bərabər. X kvadratlarını toplayanda eləyir 2x kvadrat, üstə gəl 6x. 65'i də atsam sola 9'dan 65 çıxanda mənfi 56 qalır, bərabər 0-a. Bunu da hər tərəfin 2'yə bölsək, qalır x kvadrat plus 3x çıxılsın 28 bərabər 0-a. Kökləri də x1 bərabər olur mənfi 7-yə, x2 bərabər olur 4-ə. Tərəf mənfi ola bilməz deyə mənfini götürmürük, x-imiz oldu 4-ə bərabər. Bizdən də perimetrini soruşurdu. X-ə 4 versəm, buradan bura qədər AB oldu 7. Onda DC də 7-dir.
X də 4 idi, SB 4-dür. Onda AD də 4-dür. Perimetrini tapanda 2 dənə 4, üstə gəl 2 dənə 7, 8 üstə gəl 14 bərabər olur 22. C variantı. Hələlik bu qədər uşaqlar. Sağ olun.